Vətəndaşlardan muzlu gəlirlərindən aliment tutulması zamanı verginin və sığorta haqlarının hesablanması arzunluğu ilə bağlı sorğular daxil olur. İlk növbədə vergi məcəlləsinin 102.15-ci maddəsi və Nazirlər Kabinetinin uşaqlar üçün valideynlərinin aliment tutulan manat və xarici valyuta ilə aldıqları əmək haqqının və ya başqa gəlirlərinin növlərinin 7-ci bəndi ilə bağlı ətraflı izahatın verilməsi zərurəti yaranır. Vergi məcəlləsinə əsasən fiziki şəxslərin aliment gəlirləri gəlir vergisindən azaddır. Eyni zamanda Sosial Sığorta haqqında qanunun 15-ci maddəsində aliment ödənişləri məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilir. Bu azad olmalar alimenti alan şəxsə aiddir. Aliment verən şəxsə deyil. Əmək haqqından alimenti ödəyən şəxsin əmək haqqı işə götürən tərəfindən hesablanan zaman vergi və sığorta haqları üzrə həmin güzəştlər tətbiq edilmir. Fiziki şəxslərin muzlu işdən və ya əmək haqlarından əldə olunan gəlirlərinin ümumi məbləğindən vergi məcəlləsinin müddəalarına uyğun olaraq gəlir vergisi, sosial sığorta haqqında, işsizlikdən sığorta haqqında və tibbi sığorta haqqında qanunlara uyğun olaraq sığorta haqları hesablanır və tutulur. Nazirlər Kabinetinin həmin qərarın 7-ci bəndinə əsasən aliment onu ödəyən şəxsə çatası qazancın məbləğindən vergilər tutulduqdan sonra alınır. Həmin qərarla alimenti ödəyən şəxsin əmək haqqından hesablanan vergi və sığorta haqları üzrə dərəcələrin hansı məbləğə tətbiq olunması müəyyən edilmir. Formaların ardıcıllığı tənzimlənir. Burada vergilər dedikdə şəxsin əldə etdiyi gəlirlərdən vergi məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət sektorundadırsa 14%, qeyri-dövlət və ya qeyri-neft sektorunda 100% dərəcə nəzərdə tutulan vergilər başa düşülür. Bu anlayışa digər məcburi tutulmalar aid edilmir. Belə ki, aliment ödəyən şəxsin qazancının ümumi məbləğindən gəlir vergisi tutulduqdan sonra qalan məbləğdən aliment haqları hesablanıb tutulur. Aliment ödənildikdən sonra qalan məbləğdən sosial sığorta haqları hesablanıb işçinin əmək haqqından tutulur.